Salam. Bugün sizinlə çox maraqlı bir mövzuya, necə deyim, dərin bir səyahətə çıxırıq. Əlinizdəki mənbələr əsasında Azərbaycan ərazisindəki ən qədim izlərdən, ilk sivilizasiyalardan danışacağıq. Salam, bəli, bu mənbələr həqiqətən də daş dövründən başlayıb, ta erkən dövlət qurumlarına qədər çox geniş bir zaman kəsiyini əhatə edir. Məqsədimiz də elə budur ki, minilliklər öncə bu torpaqlarda cəmiyyət, texnologiya, mədəniyyət necə inkişaf edib, ən vacib, bəlkə də heyrətləndirici məqamları üzə çıxaraq. Elədir, gəlin başlayaq, görək bu mənbələr bizə nələr deyir. Onda gəlin ən başdan, yəni ən qədim sübutlardan başlayaq. Mənbələrdə Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğu deyilir. Azıq Tağlar mağaraları adı çəkilir. Xüsusilə Azıqda tapılan o məşhur çənə sümüyü, Azıxantrop. Bunun əhəmiyyəti nə daxı? Yəni, sadəcə köhnə bir sümük deyil ki bu. Yox, əlbəttə ki, sadəcə sümük deyil. Baxın, Azıxantrop tapıntısı təxminən 350-400 min il əvvələ aid edilir. Bu, onu göstərir ki, Qafqazda, ümumiyyətlə Avrasiyanın bu hissəsində insanın məskunlaşması çox-çox qədimlərə gedib çıxır. Sizin mənbələrdə də qeyd olunduğu kimi, bu ərazinin ən qədim insan məskənlərindən biri olduğunu göstərən, necə deyim, maddi sübutdur. O dövrün həyat tərzini təsəvvür etmək də çətindir yəqin, paleolit. Paleolit dövrü. O vaxt insanlar hələ mütəşəkkil qəbilə, tayfa kimi yaşamırdılar. Mənbələrdə buna ulu icma deyilir. Yəni, kiçik qruplar halında əsasən birlikdə ov edib, təhlükələrdən qorunmaq üçün bir yerdə idilər. Alətləri də çox sadə idi. Təbiətdə nə tapırdılar ondan? Daşdan, çaxmaq daşı, bazalt, bəzən obsidian dediyimiz vulkanik şüşə. Ağacdan, sümükdən, qırmaq, kəsmək, ovlamaq üçün. Oddan istifadəni də öyrənmişdilər deyilir. Bu da böyük bir irəliləyiş idi yəqin ki. Şübhəsiz, od təkcə isinmək üçün deyildi axı. Həm yırtıcılardan qorunmaq, həm də qıdanı bişirmək. Bişmiş qıda daha asan həzm olunur, daha çox enerji verir. Bütün bunlar onların o çətin şəraitdə sağ qalması üçün kritik əhəmiyyət daşıyırdı. Anlaşıldı. İndi biraz irəli gedək, mezolit dövrünə. Bu, mənbələrdə eramızdan əvvəl 12-ci, 8-ci minilliklər kimi göstərilir. Burada artıq maraqlı yeniliklər var, məsələn, ox və kaman. Bəli, ox və kamanın ixtirası çox mühüm bir hadisədir. Bu, ovçuluğu tamamilə dəyişdi. Artıq daha uzaq məsafədən, daha kiçik və cəld heyvanları da ovlamaq mümkün oldu. Bu da qida mənbələrini genişləndirdi. Heyvanların əhliləşdirilməsinə də ilk cəhdlər bu dövrdə başlayır deyilir mənbələrdə. Bu da yəqin gələcəkdəki o böyük neolit inqilabının ilk işartılarıdır. Tamamilə doğrudur. İlk olaraq iti əhliləşdirdilər, ovda köməkçi kimi. Sonralar digər heyvanların əhliləşdirilməsinə keçidin təməli qoyuldu. Və əlbəttə, mezolit deyəndə ağla ilk gələn yerlərdən biri Qobustan, bəli, o qaya üstü təsvirlər, mənbələrdə də çox geniş yer verilir. Qobustan həqiqətən dünya miqyaslı bir abidədir. Təsəvvür edin, Bakının yaxınlığında 6000-dən çox qaya üstü şəkil, petroqlif. Və bu təsvirlər tək bir dövrə aid deyil. Elə mezolitdən başlayır, orta əsrlərə qədər, demək olar 10.000 illik bir tarix yatır o qayalarda. Əsas məsələ odur ki, bu şəkillər bizə nə danışır? Həyatları haqqında yəqin ki, nə ilə məşğuludular, necə yaşayırdılar? Aynən. Kollektiv ov səhnələri var, balıqçılıq təsvirləri, hətta qayıqla üzmələri göstərilib. Sizin qeydlərinizdə də var o mənşur ritual rəqsləri, bəziləri buna müasir yallının əcdadı deyir. Turheyirdalın da adı çəkilir mənbələrdə, o Norveçli səyyahın bu qayaq təsvirlərinə marağı. Bəli, Heyerdal bu qayıq təsvirlərinin Skandinaviya qayalarına bənzədiyini düşünürdü və qədim dəniz əlaqələri barədə fərziyələr irəli sürürdü. Bu özü də göstərir ki, Qobustan təkcə yerli əhəmiyyətli deyil, qlobal əlaqələri araşdırmaq üçün də potensial mənbədir. Çox maraqlıdır. İndi isə gələk o neolit inqilabı deyilən dövrə. Mənbələr bunu eramızdan əvvəlki 8-6-cı minilliklərə aid edir. Niyə məhz İnqilab, bu söz biraz iddialı səslənir.
İddialı olsa da yerində işlənmiş bir termindir. Çünki bu həqiqətən də insan həyatında köklü bir dönüş idi. Minillər boyu insanlar təbiətdən hazır şəkildə aldıqlarıyla, yığıcılıqla, ovçuluqla dolanmışdılar. Bu, mənimsəmə təsərrüfatı idi. Neolitdə isə baxın, insanlar ilk dəfə özləri qida istehsal etməyə başladılar. Bitkiləri əkdilər, heyvanları saxladılar. Yəni, əkinçilik və maldarlıq yarandı. Bu, istehsal təsərrüfatına keçid idi. Və bu da yəqin oturaq həyata keçmələrinə səbəb oldu. Artıq yemək dalınca köçməyə ehtiyac qalmadı. Şomutəpə kimi yerlərin adı çəkilir ki, bunlar məhz o dövrün yaşayış yerləridir. Texnologiya necə? Yəqin ki, bu yeni həyat tərzi yeni alətlər də tələb edirdi. Əlbəttə, daş alətlər daha da təkmilləşdi. Mənbələrdə deyildiyi kimi, daşları cilalamağı, deşməyi öyrəndilər. Torpağı belləmək üçün toxalar, məhsulu biçmək üçün oraq dişləri, ağac emalı üçün baltalar daha çox istifadə olundu. Və iki çox mühüm yenilik, toxuculuq və dulusçuluq. Əvvəl bitki liflərindən, sonra yundan paltar toxudular, gildən qablar düzəltdilər. Saksı qablar yeməyi saxlamaq, bişirmək üçün əvəzsiz idi. Bütün bunlar həyatı xeyli asanlaşdırdı. Bu artıq daha mütəşəkkil bir cəmiyyət demək idi. Bəli, təməllər qoyulurdu. Yeniliklər, adından da bəllidir, mis dövrəyə girir, amma daş hələ də əsasdır, eləmi? Düzdür. Eneolit əslində metalla ilk tanışlıq dövrüdür. Daş alətlər hələ də çoxluq təşkil edir, amma insanlar mis metalını kəşf edirlər. Əvvəlcə, yəqin təbiətdə saf halda tapdıqları mis parçalarını gördülər. Mis yumşaq metaldı axı. Onu elə soyuq halda döyəcləyib, əzib, kiçik formalara, məsələn bizə, iynəyə, muncuğa çevirə bilirdilər. Bu soyuq döymə üsuludur. Yəni əritmə hələ yox idi. Hələ yox. Amma zamanla kəşf etdilər ki, misi qızdıranda daha asan forma alır. Yüksək hərarətdə isə əriyir və qəlibə töküb istənilən formanı vermək olur. Bax, bu artıq əsl metallurgiyanın başlanğıcı idi. Mənbələrdə mis baltalar, bıçaqlar, bəzək əşyaları tapıldığı qeyd olunur. Bunlar artıq tökmə üsulu ilə hazırlanırdı. Çox güman ki, bəli. Və burada maraqlı bir məqam var. Sizin mənbələrdə Gədəbəy, Daşkəsən, Qarabağın dağlıq hissəsi kimi yerlərdə zəngin mis yataqları olduğu deyilir. Bu təbii sərvət şübhəsiz ki, bu ərazilərdə metallurgiyanın erkən inkişafına təkan verib. Bu həm də o deməkdir ki, artıq ixtisaslaşma başlayırdı. Yəni, xüsusi olaraq metal işi ilə məşğul olan ustalar yaranırdı. Amma yenə də əsas məşğuliyyət əkinçiliyi də. Bəli, eneolitdə əsas təsərrüfat hələ əkinçiliyi idi. Evlər də mənbələrə görə əsasən çiy kərpicdən, bəzən daş təməl üzərində tikilirdi. İndi gəldik daha böyük bir eraya, Tuncu dövrünə. Eramızdan əvvəl 4-cü milliliyin sonundan başlayır, təxminən 2-ci milliliyə qədər davam edir. Mənbələr onu erkən, orta və son mərhələlərə bölür. Tunc özü nədir ki, misdən daha üstün oldu? Tunc əslində saf metal deyil, ərintidir. Əsasən mislə qalayın qarşığıdır. Bəzən başqa metallar da qatırdılar. Əsas üstünlüyü odur ki, misdən daha bərkdir, daha davamlıdır, amma eyni zamanda daha asan əriyir. Bu da imkan verdi ki, daha keyfiyyətli, daha möhkəm alətlər, xüsusilə də silahlar hazırlansın. Balta, bıçaq, xəncər. Bu o qədər böyük bir sıçrayış idi ki, bütün bir dövrü bu metalın adı ilə adlandırırıq. Erkən Tunc dövrü deyəndə, mənbələrdə Kür-Araz mədəniyyəti adı çox çəkilir. Bu nə mədəniyyətdir? Kür-Araz mədəniyyəti çox geniş bir ərazini, bütün Cənubi Qafqazı, Şərqi Anadolunu, Şimal-Qərbi İranı əhatə edən böyük bir mədəni birlik idi. Özünə məxsus qara, bəzən qırmızı qaracimalı, naxışlı saxsı qabları var idi. Yaşayış evləri əsasən dairəvi planlı idi. Dəfn adətləri də spesifik idi. Bu dövrdə əkinçilik inkişaf edir, xışdan istifadə olunur, suvarma başlayır, maldarlıq da çox mühüm yer tutur. Sosial baxımdan necə dəyişikliklər olurdu? Mənbələrdə birinci böyük ictimai əmək bölgüsü deyilir. Hə, bu vacib məqamdır. Sənətkarlıq, xüsusən metal işləmə və dulusçuluq artıq əkinçilikdən ayrılıb müstəqil bir sahəyə çevrilir. İxtisaslaşma dərinləşir. Eyni zamanda sosial strukturlarda da dəyişiklik baş verir. Kişi əməyinin rolu artır, ağır əkinçilik işləri, maldarlıq, müdafiə. Nəticədə əvvəlki ana xaqanlığı, matriarxat prinsipi yerinə ata xaqanlığına, patriarxat verir.
Artıq tayfalar formalaşır, bəzən onlar birləşib tayfa ittifaqları yaradırlar. Evlərdə tapılan o xüsusi ocaqlar nə idi? Ayın ocaqları deyilir. Bəli, bu ocaqlar çox vaxt bəzəkli olurdu, evin mərkəzində yerləşirdi, görünür həm istilik, həm də müqəddəs ritual bir məna daşıyırdı. İnsanların mənəvi inancları ilə bağlı idi. Keçək Orta Tunc dövrünə. Mənbələrə görə eradan əvvəl 3-cü minilliyin sonu, 2-ci minilliyin ortaları. Burada deyilir ki, bərabərsizlik artıq kəskinləşir. Bəli, Orta Tunc dövründə bu proseslər daha aydın görünür. Əmlak bərabərsizliyi dərinləşir. Cəmiyyətdə varlı və nüfuzlu bir təbəqə formalaşır. Bunu biz qəbir abidələrindən görürük. Bəzi qəbirlər çox zəngin olur. Çoxlu silahlar, qızıl-gümüş bəzəklər, bahalı qablar. Bunlar yəqin ki, tayfa başçıları, hərbi liderlər, yəni əyanların qəbirləridir. Möhkəmləndirilmiş yaşayış yerləri də bu dövrdə yaranır. Bəlkə ilk şəhərlər. Bəli, ətrafı güclü qala divarları ilə əhatə olunmuş yaşayış yerləri yaranır. Bunlar hələ tam mənada şəhər olmasa da, artıq ilkin şəhər mərkəzləri, idarə etmə və sənətkarlıq mərkəzləri idi. Sizin mənbələrdə adı çəkilən 2-ci Kültəpə, Naxçıvanda, Üzərlik təpə Ağdamda, Göytəpə Urmiya ətrafında məhz belə mərkəzlər olub. Sənətkarlıq da inkişaf edir yəqin. Mənbələrdə ikinci böyük ictimai əmək bölgüsü və boyalı qablar mədəniyyəti qeyd olunur. Ay sağ ol. Sənətkarlıq artıq bırz daxilində də ixtisaslaşır. Metal ustası var, duluşçu var, zərgər var. Boyalı qablar mədəniyyəti isə əsasən Naxçıvan və Urmiya hövzəsi üçün xarakterik idi. Çox incə, zövqlə hazırlanmış, üzəri rəngli boyalarla, mürəkkəb naxışlarla bəzədilmiş saxsı qablar idi. Bu, yüksək sənətkarlıq səviyyəsindən xəbər verir. Deməli, Orta Tunc dövründə cəmiyyət daha mürəkkəb, daha təbəqəli bir hala gəlir. Tamamilə. Və bu proses son Tunc və erkən Dəmir dövründə, yəni eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısı, 1-ci minilliyin əvvəllərində öz kulminasiyasına çatır. Ən böyük yenilik də dəmirin kəşfi və istifadəsidir. Dəmir necə təsir etdi? Tuncudan daha yaxşı idi? Dəmir həm daha möhkəm idi, həm də təbiətdə mis və qalaya nisbətən daha çox tapılırdı. Bu da onu daha alçatan edirdi. Dəmirdən daha möhkəm kotanlar, oraqlar düzəltmək olurdu, bu da əkinçiliyi inkişaf etdirirdi, həm də daha keyfiyyətli silahlar hazırlamaq mümkün oldu. Amma mənbələr deyir ki, bu dövr həm də daimi müharibələr dövrü olub. Bəli, təəssüf ki. Əmlak bərabərsizliyi, sərvət uğrunda mübarizə, tayfalar arası toqquşmalar, yadelli basqınlar, bütün bunlar müdafiəyə ehtiyacı artırdı və insanlar özlərini qorumaq üçün nəhəng tikililər inşa etməyə başladılar. O, məşhur siklopik tikililər. Mənbələrdə Naxçıvan, Qarabağ, Gədəbəy daşkəsən zonasında qalıqları olduğu deyilir. Məhz onlar. Nəhəng, kobud, yonulmuş daşlardan, heç bir birləşdirici məhlul olmadan, quru hörgü ilə tikilmiş möhtəşəm qala divarları. Bunlar həqiqətən də o dövrün müdafiəyə ehtiyacını və mühəndislik bacarığını göstərir. Qəbir abidələri də bu dövrdə sosial fərqləri daha aydın göstərir yəqin. Kurqanlar? Bəli, kurqanlar buna bariz nümunədir. Məsələn, Xocalı Gədəbəy mədəniyyətinə aid kurqanlarda çoxlu silahlar, qiymətli bəzək əşyaları, hətta at iskeletləri tapılıb. Bu, orada dəfn olunanların yüksək statuslu hərbi rəhbərlər olduğunu göstərir. Sıravi icma üzvlərinin qəbirləri isə çox sadə idi. Bütün bunlar texnoloji inkişaf, bərabərsizlik, müharibələr, mənbələrdə deyildiyi kimi, ibtidai icma quruluşunun dağılmasına və sinifli cəmiyyətə, dövlətə doğru aparırdı. Tam olaraq, artıq köhnə icma qaydaları işləmirdi. İdarə etmək üçün, müdafiə üçün, qayda-qanun üçün daha mütəşəkkil strukturlara ehtiyac yaranmışdı. Bu da erkən dövlət qurumlarının yaranması üçün zəmin hazırlayırdı. Burada əsas sual budur ki, sosial mürəkkəblik artdıqca münaqişələr də artır, yoxsa münaqişələr sosial mürəkkəbliyi və nəticədə dövləti yaradır. Yəqin ki, ikisi də bir-birinə təsir edir. Elə isə gəlin bu məlumatları birləşdirək. Bütün bu Tunc dövründə gördüyümüz inkişaflar, metallurgiya, kənd təsərrüfatı, təbəqələşmə, o qalalar, ilkin şəhərlər, mənbələrinizdə adı çəkilən Manna dövlətinin yaranması ilə bunun birbaşa əlaqəsi var, elə deyilmi? Urmiya gölü ətrafında yaranan Manna sanki bütün bu prosesin nəticəsidir. Tamamilə düzgün nəticədir. Baxın, Manna qəfildən yaranmadı.
Min illiklər boyu davam edən o texnoloji, iqtisadi, sosial dəyişikliklər sizin də saydığınız kimi, məhz Manna kimi və ondan sonra gələn Albaniya, Atropatena kimi ilk böyük siyasi birliklərin yaranması üçün lazım olan şəraiti yaratdı. Bu, bir tərəfdən daxili inkişafın nəticəsi idi. Əhali artır, istehsal artır, idarə etməyə ehtiyac yaranır, fərqli sosial təbəqələr formalaşır. Digər tərəfdən də xarici amillər var idi. Manna, bilirsiniz, o dövrün güclü dövlətləri olan Assuriya və Urartu ilə qonşuydu. Bu qonşuluq yəqin ki, həm təhlükə idi, həm də bəlkə də birləşməyə təkan verirdi. Ay sağ ol, məhz elə. Bu güclü qonşularla olan münasibətlər, gah müharibə, gah ticarət, gah mübarizə yerli tayfaları özlərini qorumaq üçün daha sıx birləşməyə, daha mərkəzləşmiş bir güc yaratmağa sövq edirdi. Manna məhz bu daxili və xarici amillərin bir araya gəlməsi nəticəsində Azərbaycan ərazisində ilk böyük, mütəşəkkil dövlət kimi meydana çıxdı. Beləliklə sizin təqdim etdiyiniz mənbələr bizi azıxın dərinliklərindən götürüb, neolitin həyatı dəyişən yeniliklərindən, Tunc dövrünün metal parıltısından keçirərək Manna ilə ilk dövlətçiliyin astanasına gətirdi. Bu araşdırma yalnız bu mənbələrə əsaslanaraq belə bu regionun tarixinin nə qədər qədim, nə qədər zəngin olduğunu göstərdi. Bəli. Və dinləyicimiz üçün son bir fikir, bir düşüncə toxumu deyək. Bu mənbələr bizə təkcə faktları demir. Burada minilliklər boyu insanın necə uyğunlaşdığını, necə yeniliklər etdiyini, necə mübarizə apardığını və sosial olaraq necə təkamül etdiyini görürük. Gəlin bir də o Qobustan qayalarına qaydaq, o qayıq təsvirlərinə. Sizin mənbələrdə Heyerdalın da diqqətini çəkmişdim. O sadə cizgilər. Görəsən Azərbaycanın bu dərin, hələ tam açılmamış keçmişində daha nələr gizlənir? Gələcək tədqiqatlar hansı bilinməyən əlaqələri, hansı unudulmuş səyahətləri özə çıxaracaq? O qayıqlar insanlara hara aparmışdı, hansı bilikləri gətirmişdi? Bu suallar hələ də açıqdır. Bu dərin tarixi kəşfiyyatı da bizimlə olduğunuz üçün sizə təşəkkür edirik.